Biz öz sahibimizi tanımalıyıq. Bizim sahibimiz İmam Zamandır və onu tanıyıb, onun haqqında məlumatımız olmalıdır. Və bu mövzu haqqında müxtəlif söhbətlər eləmək olar. Dövrün imamı haqqında müxtəlif söhbətlər eləmək olar. Amma mən mövzumuzu bir söz var, o sözlə başlayacağım. Bilirsiniz, məşhurdur imam haqqında ki, belə buyururlar ki, imam dövrümüzün imamı varisul ənbiyadır. Bütün peyğəmbərlərin varisidir. Bütün peyğəmbərlərin varisi bizim imamımızdır. Varis nə deməkdir? Məsələn, ata dünyasını dəyişir, deyirlər, oğul atanın varisidir. Yəni, pul qaldı oğula məsələn, mal dövlət qaldı oğula. Yəni, 124 min peyğəmbərdən neysə qalıb bu imamda. 124 min peyğəmbərin gözəlliklərinə baxmaq istəyirsiniz, dövrün imamına baxsınız, onu görə bilərsiniz. Sanki dövrün imamı bir dənə güzgüdür. Kim Adəmi görmək istəyir, kim Musanı görmək istəyir, kim Süleymanı görmək istəyir, kim İbrahimi görmək istəyir, bizim imama baxsa olan hamısını görə bilər. Kim dövrün peyğəmbərləri haqqında məlumatı olsa, müəyyən qədər bizim imamı da tanıya bilər. Çünki bu imam onlara bir növ güzgüdür, onların göstəricisidir. Bütün peyğəmbərlərin gözəllikləri hamısı bu imamda yatıb. Nə ki, peyğəmbərlər gəlib, 124 min peyğəmbərlərin bütün gözəllikləri bu imamda yatıb. Çünki onların varisidir. Çünki onların varisidir. Odur ki, imam zuhur eləyəndə, deyirlər, gəlib dayanacaq Kəbə evinin qarşısında, beli Kəbə evinə söykəyəcək, belə deyəcək. Kim Adəmi görmək istəyir? Kim Şisi görmək istəyir? Şis də bir peyğəmbər. Adəmi görmək istəyən, Şisi görmək istəyən mənə baxsın. Kim İbrahimi, İsmaili görmək istəyir, mənə baxsın. Kim Nuhu görmək istəyir, Samı görmək istəyir, mənə baxsın, Sam Nuhun oğluydu. Kim peyğəmbəri, sonuncu peyğəmbəri görmək istəyir, Əlini görmək istəyir, mənə baxsın. Həsəni görmək istəyən, Hüseyni görmək istəyən mənə baxsın. Görmək istəyirsinizsə məsumları, mənə baxın. Bizə buyurublar hədislərdə ki, bütün peyğəmbərlərin möcüzəsi imamda olacaq. Bütün peyğəmbərlərin möcüzəsi. Vəsilərin möcüzəsi, peyğəmbərlərin möcüzəsi dövrün imamında olacaq. Bütün gözəlliklər yığışıb imamda. Biz məlumatımız olsa o birisi peyğəmbərlərin tarixi haqqında, həyatı haqqında müəyyən qədər dövrümüzün imamını tanıya bilərik. Mən biraz da mövzunu genişləndirim. İmamların da həm zahiridir, həm batinidir bu imam. Hədis var ki, dövrün imamı bütün imamların həm zahiridir, həm batinidir. Nə deməkdir mənası? Yəni, bütün imamlar ki, gəldi, getdi 11 dənə imam, onlarda olan bütün gözəlliklər həmçinin bu imamda var. Onların vücudunda olan, onların batinində olan bütün gözəlliklər bizim imamda var. Hamısı. Amma təəssüf olsun ki, məsələn, imamlarda o gözəllikləri izhar eləmək zaman şəraiti olmadı. Məsələn, İmam Sadiq əleyhissalamın şücaəti var idi, amma zaman qoymadı ki, o şücaətini göstərə bilsin. Zaman bir dənə maniyə idi. Zaman bir dənə maniyə oldu. İmam Sadiq əleyhissalam şücaətini göstərə bilmədi. Amma şücaət hissi onda var idi. Bütün kamallar, bütün kamilliklər bu imamların vücudunda var idi. Zaman maniyə oldu, göstərə bilmədi. Elə bir nəfər şücaətlidir, amma meydan yoxdur ki, çıxsın şücaətini göstərsin. Meydan olsa göstərə bilər. Elə bir nəfər səxavətlidir, pul vermək istəyir, Allahın yolunda pulunu xərcləmək istəyir, amma elə bir, məsələn, tutaq ki, misal çəkirəm, elə bir mühitdə, elə bir məhəllədə yaşayır ki, orada fəqir yoxdur. Bunun mənası bu deyil, bu paxıldır. Fəqir yoxdur, verə bilmir. Bütün imamlarda şücaət var idi, helm var idi, səbir var idi, elm var idi. Nə gözəlliklər ki var, onların adı çəkilib, hamısı bütün imamlarda var. Amma zaman bir dənə maniyə idi. Zaman bir dənə maniyə idi. Ona görə görürsən, bütün imamlar hərəsi bir baxımdan cilvələndi. Biri səbri ilə tanındı, biri helmi ilə tanındı, biri elmi ilə tanındı, biri qüvvəti ilə tanındı, biri şücaəti ilə tanındı. Biri heybəti ilə tanındı, biri duası ilə tanındı. İmam-ı Səccadın həyatına baxırsan, dualarına baxırsan, insan dəhşət bürüyür. Çünki onun zamanı, şəraiti eləyirdi ki, elə dua eləyirdi.
İmam Sadiqin mühiti elə bir mühit idi ki, orada elm inkişaf edəydi. Ona görə elmi ilə xidmət elədi insanlara. Amma onların içərisində olan bütün gözəlliklər qaldı, əməli şəkildə çıxmadı çölə, görsənmədi. Amma dövrün imamı gələcək, onların bütün gözəllikləri ki, qəlblərində qalmışdı, vücudlarında qalmışdı, imam öz simasında o gözəlliklərin hamısını göstərəcək. İmam özü göstərəcək. Elə bir təsəvvür elə, sənin pulun var, imkanın yoxdur bu pulu Allahın yolunda xərcləsən. Qalıb üstündədir. Verirsən bir nəfərə, deyirsən, get bunu xərclə mənim yolum. Mənim indi ixlasımla Allahın yolunda bunu xərclə. O gedir sənin pulunu xərcləyir. O yenə sənin pulunu xərcləyir, sənin səxavətindir də bu. İmam bütün imamların o gözəlliklərini çıxartacaq çölə. O da deyirlər, imam həm zahirdir, həm batindir. Təsəvvür elə. İmam həm zahirdir, həm batindir. Yəni bütün imamların batinində olan gözəlliklərin hamısı imamın vücudunda zuhur eləyəcək. Hər şeyi görəcəksiniz. İmam gələcək, olar bizə göstərəcək. O da bütün peyğəmbərlərdə olan nə gözəllik var, hamısı bizim imamda var. O bilə çox gözəldir də. Nə istəyirsən, bu imamda görə bilərsən. Biz imamları baxanda tarixinə müəyyən tərəfdən gördük onları, müəyyən bir bucaqdan baxdıq, müəyyən kamilliklərini gördük. Kamilliyi tam mənada görə bilməmişik. Gözəlliyi tam mənada görə bilmədik. Amma imam gələndə gözəllik tam mənada zuhur edəcək. Təsəvvür edin. Elə bir dənə gözəl, bahalı bir qaş var. Bahalı bir qaşdır. Onu qoyublar qutunun içinə. Qutunun içindən biraz qalxıb çölə. Üstü görsənir. Baxırsan, deyirsən, nə qəşəngdir. Amma altın görmürsən, yanın görmürsən, qıraqların görmürsən. Üzünə baxırsan, sanki biraz üzü çıxıb çölə, üzün görürsən, nə qəşəng parıldayır. Amma sən bunu hər tərəfdən baxa bilmirsən. Maniyə var. Qutu bir dənə maniyədir. Qutu həmən zaman misaldır. İmamların bütün gözəlliyi çölə çıxması üçün zaman, mühit, şərait bir dənə maniyə oldu. İmam zuhur eləyəndə elə bir o qaş çıxacaq çölə. Hər tərəfdən baxacaqsan qaşa. Görürsən ki, bu qaş nə gözəl qaşdır. Əgər, məsələn, Əli əleyhissalamın vaxtında bir tərəfdən baxırdın, bir hissəsini görürdün, amma dövrün imamı zuhur eləyəndə o qaş tam mənada çıxacaq çölə, hər tərəfdən baxacaqsan o qaşa. Deyəcəksən, nə gözəl qaşdır. İmam bütün gözəllikləri bizə göstərəcək. Və bütün peyğəmbərlərin varisidir. Varisidir nə mənada? Peyğəmbərlərdə olan gözəlliklər bunda var. Yəni, indi gəlib baxaq, bu bucaqdan baxaq məsələyə ki, hansı gözəllik, məsələn, Adəmdə var, bizim imamda da var. İndi gəlib baxaq belə məsələyə. Məsələyə bu cürünə baxsaq. Mən ona görə bu mövzunu seçdim. İndi peyğəmbərlərdən, müəyyən peyğəmbərlərdən danışacağım sizə və onu da imamla oxşar cəhətini danışacağım və deyəcəm, baxın, görün. İmamla peyğəmbərin bu oxşar cəhəti var yoxsa yox. O da ilk peyğəmbərdən başlayıram, Adəmlə. Adəm ilk bəşərdir və ilk peyğəmbərdir. Allah Taala Adəmə yaradandan sonra deyir, Əlləmə Adəmə əl-əsmaə kulləha. Allah Adəmə bütün adları öyrətdi. Adəmlə bizim imamın oxşar cəhəti nədir? Adəmlə 12-ci imamın oxşar cəhəti bax budur ki, 12-ci imamın elmi də qeybi elmdir, Adəmin də elmi qeybi elmidir. Adəmin də ustadı Allah idi, bizim dövrümüzün də ustadı Allahdır. Bu baxımdan oxşayırlar bir-birinə. Adəmin də ustadı Allah, dövrün imamın da ustadı Allah idi. Çünki Adəmi yaratdı Allah deyir, Əlləmə Adəmə əl-əsməə kulləha. Bütün adları öyrətdim Adəmə. Adlar nə idi? Adlardan məqsəd nə idi? Müxtəlif sözlər deyiblər, bəziləri deyiblər ki, yəni bütün hər nə görürsən onun adını öyrətdi. Daş, torpaq, ağac, mələk, cin, bütün adları öyrətdi. Bəziləri deyir, yox. O adlardan məqsəd imamların adı idi. İmamların adını öyrətdi. Çünki o adların içində hər şey var. O adların içində hər şey var. Bəziləri deyiblər, yox, o adlardan məqsəd yəni Allahın adları idi. Allah öz adlarını Adəmə öyrətdi. Allah ustad oldu Adəmə. Ustad Allah oldu, Adəm bir dənə tələbi oldu. Allah ona dərs keçdi, öz adlarını öyrətdi ona. Yəni Allahın adlarının içində daha bütün elmlər yatır. Hamısını öyrətdi Adəmə. Ondan sonra mələklərə dedi, siz o adlardan məni xəbərdar eləyə bilərsiniz. Mələklər dedilər, yox.
Qalu subhanəkə la ilmə lənə. Ya Rəbbəl aləmin, sən pak və münəzzəhsən, mələklər deyir. Bizim bu haqda məlumatımız yoxdur ki. Sən ki Adəmə nələri öyrətmirsən, biz bunları bilmirik. Mələklərin bilmədiyini Allah öyrətdi Adəmə. Biz bunları bilmirik. Sən nə öyrətmirsən, biz onu bilirik. İlla ma allamtana innaka entel azizul hakim. Sən öyrətdiklərini biz bilirik. Ondan artıq biz heç nə bilmirik. Adəmə sən elə şeylər öyrətmirsən, bizim o haqda məlumatımız yoxdur. Allah Adəmə ustadlıq eləyir. Adəm Allahın tələbəsi olur. Ondan sonra Allah Quran-ı Kərimdə Adəmə deyir: Adəm fəənbihum bəsmaihim haulai. İndi mələklərə ustadlıq elə. Bəşər mələk ustadıdır. Bəşər mələk ustadıdır. Ondan sonra deyir, indi sən Adəm başa sal gələn mələklərə. Adəm müəllim olur, mələklərə başa salır, özdə ayədə qəribə bir incəliyi var, o da budur. Demir, bütün nə öyrətmişəm, hamısını başa sal, müəyyən qədər öyrət. Çünki mələk hər şeyi bilə bilməz. Sənlə mələk arasında fərq var. Sən bəşərsən ki, bir müəyyən dərəcəyə gedib çata bilərsən, amma mələk gedib orada çata bilməz. Ona görə Adəm müəyyən qədər öyrət. Hər şeyi öyrətmə ona. Bu Adəmin elmidir, qeybi elmdir. Bunu Adəmdən başqa heç kəs bilmir. Bunu yalnız mələklər çıxır, az bilir, Adəm bilir. Adəmin elmi qeybi elmdir. Allah ustadır, bizim dövrümüzün haqqında belə buyurur. Deyirlər, Adəmə Allah 25 dənə hərif öyrətmişdi. Bizim Peyğəmbərə Allah 72 hərif öyrətib. İndi gör, onun elmi hardadır, bizim Peyğəmbərin elmi hardadır. Və o 72 hərfi də Peyğəmbər bir-bir ötürüb imamlara, sonluqda da gəlib çatıb bizim dövrün imamına. Adəm əgər 25-in bilirsə, bizim imam 72-sin bilir. O da bizim imamın elmi o elmdən üstündür. O təəccüb eləməyin ki, imam Peyğəmbərlərdən üstündür. Bəli, bizim əqidə budur, İslam, yəni bu məzhəbin əqidəsi budur ki, dövrün imamı bizim Peyğəmbər, istisna bütün Peyğəmbərlərdən üstündür. Bütün Peyğəmbərlərdən üstündür. Bax, elm baxımından üstündür. Bu baxımdan bizim imam oxşayır Adəmə. Adəmə oxşayır. Adəmin də elmi ilahi elmdir, qeybi elmdir. Bizim imamın da elmi ilahi elmdir, qeybi elmdir. Bu bir baxış. Başqa nə cəhətdən oxşayır Adəmə? Adəm elə ki Allah tapşırıq verdi, Adəm getmə, yaxınlaşma, indi filan ağaca. Adəm getdi, yaxınlaşdı. Düzdür, Adəm orada günah eləmədi. Günah deyildi o. Çünki hələ ora Allahın buyurduğu qayda qanun yox idi. Şəriət hələ orada yox idi. Şəriət Adəm yer üzünə gələndən sonra oldu. Hələ Adəmə orada şəriət yox idi. Haram, vacib yox idi. O ki demişdi eləmə, çünki onun ziyanına idi demişdi eləmə. Öz ziyanına idi. Oradan çıxacaqdı, uzaqlaşacaqdı. Oradakı qadağa, başqa mənada qadağa, haram mənasında olan qadağa deyildi. Adəm haram iş görmədi. Adəm orada məşq mərhələsi idi. Necə məsələn maşın sürməyi öyrənirsən sən, indi getmirsən imtahan verirsən, sonra sənə maşını verirlər, sürürsən. Orada məsələn sən tutaq ki bir dənə səhv sürdün maşını, o yana sürdün, bu yana sürdün, daha sənin o vəsiqəvə orada nəsə bal yazmırlar. Bunu ki səhv elədin, onu səhv elədin. Çünki ora məşq yeridir hələ. Amma vəsiqəni verəndən sonra artıq səhv eləsə orada məsələn bal yazılır. Adəm orada hələ məşq mərhələsində idi, günah eləməmişdi. Günah sayılmırdı Adəmə. Amma Adəm sonra yenə peşman oldu ki, niyə bu qadağaya əməl eləmədim? Öz xeyrimə idi axı. O qədər ağladı Adəm, ağladı deyirlər, neçə illər ağlayıb Adəm. Bizim dövrün imamı da bu baxımdan oxşayır Adəmə. Bizim dövrün imamı da çox ağlayıb, çox ağlayır. Amma fərqlidir Adəmlə. Bizim imam başqa cəhətə görə ağladı, Adəm başqa cəhətə görə ağladı. Bizim imam deyir, mən ona görə ağlayıram. Kimə görə ağlayırsan? Mən deyir, İmam Hüseyin əleyhissalama görə ağlayıram. Onun başına gələn müsibətlərə görə ağlayıram. Və deyir, o qədər ağlayıram, gözümdən, yaş əvəzindən qan gəlir. Bizim imam da çox ağlayır. O ki, sən məhərrəmlikdə İmam Hüseyin əleyhissalama məclis qurursan, ağlayırsan, sən təkcə sən ağlamırsan, dövrün imamı da qoşulur bu ağlamağa, o da ağlayır. Ağlamaq baxımdan o da oxşayır.
Ağlamaq baxımdan o da oxşayır Adəmə. İki baxış. İki baxış. Biri elmdir, biri ağlamaqdır. Və elm dedim hətta Adəmin elmindən də üstündür. Bizim imam gələndə elm daha inkişaf edəcək. Daha pik hətta gəlib çıxacaq. Əli əleyhissalam deyir, elm haqqında deyir, mən elmi fəth elədim, amma dövrün imamı gəlib bu elmin sonluğunu qoyacaq. Düzdür, mən fəth elədim. Amma sonluğu bu dövrün imamındadır. O gələcək, bu elm daha da inkişaf edəcək. Bu iki baxış oldu. Adəmə oxşayır bu iki baxışda. Və biz Adəmi görsən müəyyən qədər tanısaq, biz dövrümüzün imamını tanıya bilərik. Bizim vəzifədir ki, tanıyaq. Biz vəzifəmizdir ki, imamımızla ünsiyyətimizi gözəlləşdirək. İmamla nə qədər ünsiyyətimiz qəşəngləşsə, o qədər yaxşı olacaq. Və tanısaq, get-gedə məhəbbətimiz artacaq. Çalışağın bu ayda imamla ünsiyyəti gözəlləşdirək, qəşəngləşdirək. İmam özü səni çox istəyir, səni çox sevir və imamı istəyirsən, biləsən ki, nə vaxt səni xatırlayır, o an ki, sən xatırlasan, bir günə imam da o an səni xatırlayır, qəti şəkildə belədir. Onları xatırlasan, o anda səni xatırlayır. Onun sənə olan məhəbbəti olduqca çoxdur, bunu bilin. Deyir, iki dənə alim şəxs olur ki, bunlar ikisi də dünyasını dəyişməmişdən qabaq bir-birlərindən sözləşirlər. Mən bir dəfə danışmışdım, başqa bir məsələni danışmışdım. Bu onu oxşası da başqa bir söhbətdir. Bunlar söhbətləşirlər ki, biz dünyamızı dəyişəndən sonra biz oradan xəbər veririk ki, orada vəziyyət necədir. Və deyirlər, bir il keçir üstündən, biri dünyasını dəyişir, bir il keçir üstündən bu birisinin yuxusuna gəlmir. Amma bir ildən sonra yuxusuna daxil olur. Yuxusuna daxil olandan sonra bu etiraz edir, yuxuda görən etiraz edir. Axı, mən sənə demişdim, mənə xəbər ver, niyə xəbər vermədin? Deyir, axı, vəziyyət bir başqa cür. Deyir, nə olmuşdu? Deyir, mənim boynuma həcc gəlmişdi dövrdə, yaşadığım müddət ərzində. Mən həccə getməmişdim. Həccə getib, insanın boynuna həcc gəldi, vacibdir getsin həccə. Əgər boynuna həcc gələ, imkanı var, getməsə, qiyamət gün deyir, onu çağırarlar, deyərlər, Yəhudi istəyirsən ol günah, Xristiyan ol günah. Amma İslam dinində gələ bilmərsən bu qiyamətin səhnəsinə. Çünki boynunda sənin həcc var idi, getməmsən. Deyir, mən də indi boynuma gəldi, həcc getmədim. Amma yəni, qəsdi də olmadı da, indi belə alındı, deyir. Məni, deyir, saxladılar. Gəldilər, deyir, mələklər sorğu-sual eləməyə. Deyir, o an, deyir, baxdım, vəziyyətim çox pisdir, deyir, təvəssül elədim dövrün imamına. Dövrün imamına təvəssül elədim. Gördüm, dövrün imamı da gəldi, Əhl-i Beyt də gəldi. Və dövrün imamı orada mənim əvəzimə zamin durdu. Dedi, ya Rəbbəl aləmin, mən zamin dururam, üzümüzə gələn il həcc, bunun əvəzinə naib olaraq gedəcəm həccə. Bununla iş uzanır. Deyir, gözləyirdim ki, o il tamamlansın, həcc ili tamamlandı, imam mənim əvəzimə bu il gedib həccə, indi mənə icazə veriblər, üz tutmuşam cənnətə tərəf. Ona görə sənin indi yuxuva daxil olmuşam, yəni sənə sözlərimi danışa bilirəm. Dövrün imamı bir dənə şiyyəsi üçün naib olaraq gedir həccə. Mən tövsiyə edirəm, o qardaşlar ki, ikinci dəfə, üçüncü dəfə həccə gedirsiniz, gedin imamın əvəzinə hərdən də gedinirsiniz. Gedin, bu mənada gedin, gedirəm, savabını verirəm imama. Onlar götürürlər, o savabı qaytaracaqlar sənə. Onlar özlərini saxlamayacaq bunu biləsiniz qətiyyətlə. Yaxşı olar bunu eləyirsiniz. Ki, bu bizim mövzumuzun bir hissəsidir. Ki, Adəmə oxşayır bizim imamımız bu cəhətdən. Elm və ağlamaq cəhətindən mən bunu davam edəcəm. Allahümmə inna nəsəluki və nəd'uki bismikəl əzizil əzəm əl-əcəl əl-əkrəm.